Əgər həyatını dəyişmək istəyirsənsə, ilk dəyişməli olduğun şey səhər rutinindir. Salam, mən Sona Çərkəzli. Kanalıma xoş gəlmisən. Əgər sən də özünün ən yaxşı versiyasına çatmaq istəyirsənsə, kanalımda səni inkişaf etdirəcək çoxlu videolar var. Bu tipli videoları bəyənirsənsə, kanalıma abunə olmağı unutma. Niyə səhərlər tez oyanan insanlar daha uğurlu olurlar? Araşdırmalar göstərir ki, səhər saatlarında insanın beyni daha sakit olur, daha stressiz olur. Buna görə də onlar öz qərarlarını daha rahat verə bilirlər. Buna görə də insanlar səhər saatlarında yuxudan oyananda ətrafında heç bir şey olmadığı üçün, telefonuna mesajlar gəlmədiyi üçün, əlavə olaraq işlərini daha rahat edə biləcəkləri üçün daha rahat başlayırlar günə və daha rahat da başladıkları üçün öz işlərini daha yaxşı edə bilirlər. Bununla bərabər də həm disiplinli olurlar, həmçinin də disiplinli olub işlərini görə bildikləri üçün daha motivasiyalı olurlar və bunları davamlı etdikcə həmin bu insanlar öz həyatlarında daha uğurlu olmağa başlayırlar. Tədqiqatların nəticələrinə baxsaq görərik ki, səhər erkən oyanan insanlar həm daha stressiz olurlar, planlarını daha rahat vaxtında çatdıra bilirlər. Səhər oyananda ora qaçım, bura qaçım, onu eləyim, bunu eləyim stressindən əziyyət çəkmirlər. Bayaq dediyim kimi, yəni daha stressiz olurlar və həyatlarını daha nizam-intizamlı yaşayırlar. Buna görə də daha produktiv olmağa başlayırlar. Erkən oyanmağın psixoloji tərəfinə baxsaq görərik ki, yuxudan gec oyanan insanlar tələsirlər və elə düşünürlər ki, mən həyata gec qaldım. Məsələn, saat 1-də yuxudan oyanan biri düşünə bilər ki, artıq günün yarısı getdi, mənim edə biləcəyim işlər var idi, onları çatdıra bilməyəcəm, stressə düşür və həyata geri qaldım deyə düşünür. Ancaq səhər saatlarında yuxudan erkən oyanan insan, yəni səhər saatlarında erkən oyanmaq deyəndə bu insana görə də dəyişə bilər. Hər gün saat 12-də oyanan biri saat 10-da oyanırsa, məncə bu onun üçün artıq erkən oyanmaq sayılır. Sadəcə olaraq bunu yavaş-yavaş praktika eləyərək daha erkən oyana bilər. Tutaq ki, bir insan artıq saat 8-də hər gün oyana bilir. Deməli, bu insan saat 12-də evdən çıxmalıdırsa, artıq onun əlavə 4 saatı var və bu 4 saat ərzində istədiyi hər şeyi eləyə bilər. Məsələn, idman eləmək istəyirsə bunu edər, kitab oxuya bilər, əlavə olaraq öz hobilərinə vaxt ayıra bilər, öz dostlarına, tanışlarına, ailəsinə vaxt ayıra bilər və düşünə bilər ki, saat 8-də mən oyanmışam, saat 12-dir və demək olar ki, bir çox işimi görüb bitirmişəm. Buna görə də səhərlər tez oyananda həyata daha tez başladım, bütün işlərimi stressiz, rahat, öz planladığım kimi elədiyini düşünür deyə psixoloji olaraq da daha rahat olur. Buna görə gec oyananda biz həyata gec qalmış hiss eləyirik deyə bəzən görə biləcəyimiz işləri də görmək istəmirik. Deməli, psixoloji olaraq da təsdiqlənir ki, biz səhərlər erkən oyananda daha stressiz, daha rahat və planlarımızı vaxtında edə bilirik. İndi isə sənə səhərlər tez oyanmağın üçün praktikalar verəcəm. Bu praktikalara əməl edərək normal oyandığın vaxtdan daha erkən, yavaş-yavaş da istədiyin vaxtda oyana biləcəksən. İlk olaraq tədricən oyanmağa başla. Məsələn, hər gün saat 12-də yuxudan oyanan birisənsə, birdən-birə saat 6-da yuxudan oyanacam desən, həm komfort zonundan birdən-birə çıxmış olacaqsan. Bu da beyninə təhlükə siqnalı göndərəcək və buna görə bir gün, 2 gün, 3 gün etsən belə sonradan təhlükə siqnalı olduğu üçün etməməyə başlayacaqsan. Bəli, bu mümkünsüz deyil. Bunu eləyə bilən insanlar var. Ancaq bu uzun müddətli olmur bir çox insanda. Buna görə də tədricən etməyi tövsiyə edirəm. Məsələn, hər gün 12:00-da oyanırsansa, səhərsi gün 11:30, sonra 11, sonra 9, 8, 7, 6, yəni yarım saat azalda, bəzində 1 saat azalda yuxudan erkən oyanıb, oyanmaq istədiyiniz saata çatanda isə hər gün o saatda oyanaraq ən azından 21 gün bunu eləyib beynimizdə neyron bağlantısı yaratmalıyıq. Yaradandan sonra isə 63 günə gələndə artıq bu bizim vərdiş mexanizmimizə çevrildiyi üçün daha rahat o saatda yuxudan oyana biləcəyik. Yəni birdən-birə yox, tədricən səhərlər erkən oyanmağa başlayırıq. Daha sonra çalış ki, axşamdan hər şeyi hazır edəsən. Məsələn, səhər saat 6-da oyanıb yürüyüşə çıxmalısan. Amma səhər saat 6-da oyananda yürüyüş paltarını hazırlayım, ayaqqabını oradan götürüm, suyu hazırlayım filan artıq sən tənbəlləşə bilərsən və sonrakı günə qalsın, sonra eləyərəm deyə düşünə bilərsən. Ancaq axşamdan sən paltarlarını, ayaqqabını, su qabını doldurub yanına qoysan, çantanı, hər şeyi hazırlasan, artıq səhər sənə qalır oyanmaq və onları geyinib çantanı da götürüb çıxmaq. Belə olanda daha rahat olur. Deməli, biz səhərlər erkən oyanmaq istəyiriksə, səhər oyananda bəhanə etməyək deyə axşamdan hər şeyimizi hazırlasaq, daha erkən oyana biləcəyik. Daha sonra axşam yatmaq rituallarını dəyiş. Məsələn, 30 dəqiqə əvvəl həmişə telefona baxaraq yatırsansa, çalış ki, telefonu kənara qoyasan, otağı tamamilə qaranlıq eləyəsən və elə yatmağa çalışasan. Çünki araşdırmalar göstərir ki, ekran işığı, yəni mavi işıq belə bizim yuxuya getməyimizə mənfi təsir eləyir. Buna görə də telefonla yatmaq, telefona baxıb reelsləri çevirib sonra kənara qoyub yatmaq bizim yuxu keyfiyyətimizə mənfi təsir eləyir. Heç olmasa yarım saat əvvəl kənara qoymaq lazımdır. Yuxunuz gəlmirsə və əgər hər hansı bir şeylə məşğul olmaq istəyirsinizsə, sabahsı günü
planera yaza bilərsiniz. Kitab oxumaq istəyirsinizsə kitab oxuya bilərsiniz. Həmçinin də burdan gündəlik kitab oxumağınızı bu saata salıb həm daha yaxşı yuxuya getmək üçün edə bilərsiniz, həmçinin də araya kitab oxumağı da salmış ola bilərsiniz. Daha sonra səhərlər oyanmaq üçün səbəbin olsun. Əgər sənin gün ərzində edə biləcəyin bir iş yoxdursa və yaxud da etdiyin bir iş yoxdursa, bir məqsədin, bir səbəbin yoxdursa, səhər saat 6-da oyanıb sadəcə reelslərə baxmaq, sadəcə filmə baxmaq bizə heç nə qazandırmayacaq. Elə ondansa daha çox yatmaq bizə daha faydalıdır. Buna görə də mütləq bir səbəbin olsun. Səhər oyanacağam, bunu eləyəcəm, onu eləyəcəm, hər hansı bir işimi görəcəm, kitab oxuyacam, özümü daha çox inkişaf etdirəcəm, işə getməzdən əvvəl idman eləyəcəm və yaxud da digər şeylər və yaxud da aldığım kursa baxacam. Buna görə də mütləq bir səbəbin olsun. Səbəbin olanda səhərlər erkən oyanmaq, məqsəd olanda səhərlər erkən oyanmaq bizə daha rahat olur. Daha sonra 5 saniyə qaydasından istifadə et. Səhər gözünü açan kimi 5 saniyə ərzində de ki, mən yataqdan qalxacam. 1, 2, 3, 4, 5 də və yataqdan qalx. Əgər bunu eləməsən, əlbəttə yenə də o zəngli saatı söndürəcək və yuxuya gedəcək. 1 saat daha, 1 saat deyə saat 6-da yuxudan qalxmaq istəyəndə saat yenə də 12-də yuxudan oyanacaq. Buna görə də 5 saniyə qaydasını eləyin. Zəngli saatın səsini eşidən kimi 5-ə qədər sayın və tez ayağa qalxın. 1, 2, 3, 4, 5 də və ayağa qalx. Artıq sən oyanmış olacaqsan. Səhərlər tez oyanmaq üçün ən əsası düşüncə tərzini dəyişməkdir. Əgər sən səhərlər oyanmağa əziyyət kimi baxırsansa, əlbəttə ki, oyanmaq sənin üçün həmişə əziyyətli olacaq. Amma sən səhər oyanmağa məqsədinə daha da yaxınlaşmaq kimi, daha uğurlu olmaq kimi və yaxud da digər daha sənə yaxşı gələn bir şey kimi baxsan, əlbəttə ki, düşüncə tərzini dəyişdiyin üçün də səhərlər oyanmaq sənə daha rahat olacaq və özün daha erkən yuxudan qalxmaq istəyəcəksən. Bütün bu dediklərimi davamlı olaraq həyatına tətbiq etsən, praktika etsən, əlbəttə ki, sən də səhərlər daha erkən oyanacaqsan, məqsədlərinə daha rahat çatacaqsan və olmaq istədiyin yerdə olacaqsan. Ümid eləyirəm ki, bu video sənin üçün faydalı oldu. Əgər bu tipli videoların daha çox gəlməyini istəyirsənsə, kanalıma abunə olub videonu bəyənib rəy yazmağı unutma.